İzahlarımıza devam edirik. 61-ci sual müxtəsər vurma düsturuna ehtiva edir. Yuxarıda biz kvadratlar fərqi düsturunu tətbiq edirik. Bir dəfə cəm, bir dəfə fərq. Məxrəcdə isə 378 olduğu kimi qalacaq. Deməli, ilk mötərizənin nəticəsi 756, ikinci mötərizənin nəticəsi isə 900-ə bərabərdir və biz burada 756 ilə 378-i ixtisar edə bilərik. Nəticədə qalacaq 2 vurulsun 900, yəni nəticəmiz 1800 olacaq. 61-ci sualda doğru cavabımız 1800-dür. 62-ci sualda silsilənin, ədədi silsilənin 2 həddini verir və bizdən silsilə fərqini soruşur. Silsilə fərqi düsturu A28 çıxılsın A13, yəni hədlərin fərqini bölür onların indekslərinin fərqinə. Bərabərdir 28 çıxılsın 58 bölünsün 15. Nəticə -30 bölünsün 15, yəni silsilə fərqimiz -2-yə bərabər olacaq. 62-ci sualda doğru cavab B variantıdır. 63-cü sual trigonometriyaya aiddir. Cəmdən hasilə keçmə düsturu. Deməli, kosinus alfa üstü gəl kosinus beta düsturundan istifadə edərək 2 kosinus. Bizə verilən bucaqların cəminin yarısı, yəni 38 üstə gələk 18, 56 bölünsün 2. Vurulsun kosinus 38 minus 18 bölünsün 2. Yəni ki 2 kosinus 28 kosinus 10 dərəcə. Bu sualda doğru cavabımız olacaq D variantı. 64-cü sualda doğru cavab 6,4'dür. Bunu bundan əvvəlki videoda izah etdim. 65-ci sual həndəsə sualı. Prizmanın həcmi 120 cm kubu. Yazırıq V bərabərdir 120 kub santimetrə. Hündürlüyü isə 8-ə bərabərdir. Çox rahat bir sualdır. Prizmanın oturacağının sayısını istəyir. Biz bilirik ki, fəzada həcm düsturu S oturacaq vurulsun H düsturu ilə hesablanır və 120 bərabərdir S oturacaq vurulsun hündürlüyə və buradan S oturacağımız bərabər olacaq 120-nin 8-ə nisbəti. Yəni cavab edəcək 15.